Hər vaxtınız xeyir olsun əziz abituriyentlər. 2025-ci il test toplusu mətnlərinin izahına baxırıq. İkinci mətndən davam edirik. Demək, bu mətndə deyir ki, beginning from ancient times, scientists tried to understand the impact of music on people. Deyir ki, from ancient times, qədim zamanların, yəni beginning, başlanğıcından scientists, alimlər, demək of music, musiqinin people, insanlar, on, üzərində, impact, təsirini, to understand, anlamağa, başa düşməyə, try, çalışırdılar. Deyir ki, yəni qədim zamanlardan başlayaraq alimlər, deməli, musiqinin insanlar üzərində təsirini başa düşməyə çalışırdılar. The great masters of ancient India, China, Greece, and Rome used music and sound to improve human health. Deyir ki, demək, ancient, qədim, India, Hindistan, China, Çin, Greece, Yunanistan, and Rome, Romanın great masters, böyük, yəni görkəmli, böyük, masters, ustaları, deməli, human health, insan sağlamlığını, to improve, yaxşılaşdırmaq, məsdər özümüzdən üçün artırırıq, üçün, music, musiqi, and və sound, səsdən, used, istifadə edirdilər. Birləşdirək cümləni, qədim Hindistan, Çin, Yunanistan və Romanın böyük ustadları, deməli, insan sağlamlığını, to improve, yaxşılaşdırmaq üçün musiqi və səsdən istifadə edirdilər. Plato, Cicero, and Seneca wanted the government to ban certain harmful music which may affect the behavior of society. Deyir ki, Platon, Cicero və Seneca government, hökumətin, of society, cəmiyyətin, behavior, davranışına, which may affect, yəni təsir edə biləcək olan harmful music, zərərli musiqiləri, yəni certain, müəyyən, harmful, yer gəlmişən certain-ə sinonim, particular, particular yazır. Certain harmful music, müəyyən zərərli musiqilərin to ban, qadağan etməsini nə edirdilər? Wanted, istəyirdilər. Cümləni toparlayaq. Deyir ki, Platon, Cicero və Seneca cəmiyyətin davranışına təsir edə biləcək müəyyən zərərli musiqilərə hökumətin qadağa qoymasını istəyirdilər. Yeri gəlmişkən, certain sinonim dedim, particular, müəyyən, to ban. Buna da bir sinonim deyim, to prohibit şəklində yazılır. Sonra işlədikcə müəyyən sinonimlər yadıma düşsə deyəcəm. Məsələn, affect sözünə bir influence felini verə bilərik. Influence yazılır. The philosophers like Confucius and Aristotle believed that the music had both positive and negative effects on human health. Deyir ki, Confucius və Aristotle kimi philosophers, yəni filosoflar, yəni mütəfəkkirlər believed that, inanırdılar ki, musiqi, demək, musiqiyə bir yer çatdırmalıyıq hədə görə, musiqinin human health, insan sağlamlığı on üzərində both, həm, and bağlayıcı birlikdə, həm də kimi tərcümə olunur, birinciyə həm, ikinciyə həm də deyəcəyik, both, həm, positive, müsbət, and və həm də negative, mənfi, effects, təsirləri had, var. Deyir ki, Confucius və Aristotle kimi mütəfəkkirlər inanırdılar ki, musiqinin insan sağlamlığı üzərində həm müsbət, həm də mənfi təsirləri var. Music has been proven to have a powerful effect on the brain by scientists. Deyir ki, music, yəni musiqinin deməli, on the brain, beyin, on üzərində, powerful, güclü, bir
effect təsirə to have sahib olması has been proven. To prove sübut etməkdir yoldaşlar. Bu P2 formasıdır. Has been proven yəni sübut edilib scientists, alimlər bay tərəfindən. Birləşdirəndə deyir ki, musiqinin beyin üzərində güclü bir təsirinin olması alimlər tərəfindən sübut edilib. Recent research shows that music is able to affect human health. Deyir ki, son research araşdırma shows göstərir ki, musiqi, deməli, human health, insan sağlamlığına is able to affect, təsir edə bilər, toparlasaq cümləni, son araşdırma göstərir ki, musiqi insan sağlamlığına təsir göstərə bilər. It can help to reduce pain, to relieve stress, to make memory stronger and to heal brain injuries. Deyir ki, demək pain, ağrının, to reduce, azalmasına, stressin, to relieve, elə relieve də reduce oxşuyur, bu da yüngülləşdirmək deməkdir, azaltma deməkdir. Stressin yüngülləşməsinə, azalmasına, ondan sonra memory, yaddaşın, make stronger, deməli, güclənməsinə, and və brain injuries, beyin xəsarətlərinin, beyin zədələrinin heal müalicəsinə can help kömək edə bilər. Cümləni toparlayaq. O, ağrının azalmasına, stresin yüngülləşməsinə, yaddaşın güclənməsinə və beyin xəsarətlərinin sağalmasına kömək edə bilər. Yəni musiqi. The effect of music on people differs and it depends on which kind of music people listen. Deyir ki, on people, insanlar üzərində, the effect of music, musiqinin təsiri differs, fərqlənir. And və it depends on which kind of music people listen. Deyir ki, and və it, deməli, people, insanların, which kind of music, hansı növ musiqiyə listen, qulaq asmasından depends on, asılıdır. Deyir ki, insanlar üzərində musiqinin təsiri fərqlənir və bu, insanların hansı növ musiqiyə qulaq asmasından asılıdır. It can be classical music, pop music, rock or rap music. Deyir ki, klassik musiqi, pop musiqisi, rock yaxud rap musiqiləri ola bilər. In general, ümumiyyətlə, listening to music for about 15 minutes every day is a great way to feel less stressed. Deyir ki, in general, ümumilikdə, every day, hər gün, 15 minutes, 15 dəqiqə, about'dur burada qataq. About bilirsiniz, isimlərdən əvvəl verir, mənası olur, haqqında sayılardan əvvəl təxminən. Təxminən 15 dəqiqə, for müddətində, burada üçün yox, müddətində mənasındadır, müddətində. The music, musiqiyə, listening, qulaq asmaq, deməli, less, daha az, stressed, stresli, to feel, hiss etmək, məsləri özümüzdən bir üçün artırırıq, üçün, great, möhtəşəm, böyük mənası deyil burada, möhtəşəm, bir way, vasitədir, üsuldur, yoldur. Ümumilikdə deyir ki, hər gün təxminən 15 dəqiqə müddətində musiqiyə qulaq asmaq daha az, özünü daha az stresli hiss etmək üçün möhtəşəm bir vasitədir. Burada bir qaydanı xatırlayaq. Feel, hiss etmək varsa cümlədə orada qaydiş əvəzliyi işləmir, amma tərcüməni gözəlləşdirmək üçün özümüz ora müvafiq bir qaydiş əvəzliyi artıra bilərik. Yoldaşlar, üçüncü və son paragrafa baxırıq. Music has negative effects as well. Artıq üçüncü paragrafda musiqinin mənfi cəhətlərindən danışır. Deyir ki, musiqinin as well eləcə də negative effects, mənfi təsirləri də var. Very loud music can damage the brain. Very loud, çox yüksək musiqi, yəni yüksək səsli musiqi can damage the brain, beyni zədələyə bilər. Listening to loud music can damage the structure of ears and cause to lose the ability of hearing. Deyir ki, listening to loud music, yüksək səslə musiqiyə qulaq asmaq
of ears, qulaqların structure quruluşuna can damage, ziyan vura and və the ability of hearing, eşitmə qabiliyyətinin to lose, itməsinə can cause, səbəb ola bilər. Deyir ki, çox yüksək səslə musiqiyə qulaq asmaq qulaqların strukturuna, yəni quruluşuna zərər vura və eşitmə qabiliyyətinin itməsinə səbəb ola bilər. It can also lead to behavioral problems in children. Deyir ki, also həmçinin uşaqlarda davranış problemlərinə də səbəb ola bilər, yoldaşlar. Lead bilirsiniz, yəni rəhbərlik etmək mənası olsa da, cause sözü ilə olduqca mütəmadi surətdə sinonim kimi işlənə bilir. Səbəb olmaq mənasında to cause və to lead feilləri bir-birinə tam əhatəli sinonimdir. Birinci sualda what's the passage mainly about? Mətn əsəri nə haqqındadır? Mətnin ümumi məzmunu, yoldaşlar, özümə sual versəydim ki, bu mətn nə haqqındadır? Mətnin ümumi məzmununa baxanda musiqinin insan üzərindəki təsiridir. Görək nə verəcək? The use of music by various countries. Deyir ki, various, müxtəlif countries, ölkələr by tərəfindən of music, musiqinin istifadəsi müxtəlif ölkələr tərəfindən musiqinin istifadəsidir. Məncə əlaqəsiz variantdır. People who are fond of music. Deyir ki, musiqini are fond of xoşlamaqdır. Bu da nisbə vəzişdir. Ən şəkilçi ilə birləşdiririk. Aid olduğu feylə musiqini who are fond of xoşlayan people, insanlar. Musiqini xoşlayan insanlar əlaqəsiz variantdır. Uşaqlarda davranış problemləri olmaz. Demək, filosofların fərqli different opinions, düşüncələri, fikirləri deməli, Y variantında insanlar üzərində musiqinin təsirləri Y variantı çox net və yəni düzgün bir cavabdır. Çox rahat çıxdı. İkinci sualda deyir, complete the sentence according to the passage. Mətnə sizin cümləni tamamlayın. Very loud music, çox yüksək musiqi. Bir can keep memory strong, yaddaşı güclü saxlaya bilər. Səhvdir, yoldaşlar. Çünki yüksək səsdə musiqinin ümumiyyətlə xeyri yox, ancaq ziyanından danışdı. Ki, xeyrinin olduğunu da inanmıram. Can result in behavioral problems in children. Uşaqlarda davranış problemlərinə səbəb ola bilər. Məncə düzdür. Bu iki düzdür. 3. Can hardly lead to health problems. Hardly varsa cümləni inkar tərcümə edirik. Deyir ki, deməli, sağlamlıq problemlərinə səbəb hardly'yə görə inkar tərcümə edəcəm. Olmur. Xeyr, olur. Can result in hearing loss. Eşitmə itkisinə səbəb ola bilər. Burada da cause səbəb olmaq və yaxud lead səbəb olmaq feilini burada gördüyünüz kimi result, nəticələnmək feili ilə əvəz edib. 2 və 4'dür bizdən. Burada tamamlayın deyir. 2, 4 olur C variantı. Burada məncə. Məncə yox, cavab 2, 4 C variantıdır. 1 və 3 mümkün deyil. Üçüncü sualda false soruşur, yanlış soruşur. Deyir ki, Platon mentioned the negative side of music. Platon musiqinin mənfi side, tərəfi, cəhətindən mentioned, danışıb, bəhs edib. Deməli, burada xatırlamaq lazımdır. Bunlar nə danışmışdı? Burada 3 nəfərin adı çəkildi. Platon, Cicero və Seneca istəyirdi ki, müəyyən cəmiyyət, hökumət müəyyən zərərli musiqiləri neynəsin? Ləğv eləsin. Yaxşı. Məncə bu düzdür, çünki əgər burada ləğv edilməsini istəyirdisə, demək mənfi bir şeylər idi ki, ləğv etdirmək istəyirdi Platon və digərləri. Ona görə o haqda danışıbdır Platon. Məncə A variantı düzdür. Music was used to improve health in ancient Greece. Qədim Yunanistanda musiqi sağlamlığın yaxşılaşdırılması üçün istifadə edilirdi. Düzdür. Confucius believed in the effect of music on human health. Confucius deyir ki, insan sağlamlığı üzərində demək musiqinin təsirinə inanırdı. Bu da düzgün variantdır. Biz səhv axtarırıq. D variantı, people were not allowed to listen to music in India. Hindistanda insanlara musiqi dinləməyə icazə verilmirdi. Bu səhvdir, yoldaşlar. Belə bir məlumat yox idi mətndə.
Researchers show that music can help people to heal. Araşdırmalar göstərir ki, musiqi demək insanların sağalmasına kömək edə bilər. Bu da düzdür və səhv cavab D variantıdır yoldaşlar. Sadəcə olaraq burada Hindistanda insanlara musiqi qadağası ilə bağlı bir söz deməli. Sadəcə orada 3 dənə görkəmli şəxsiyyətin adını çəkdi ki, onlar müəyyən musiqilərin hökumət tərəfindən qadağan edilməsini istəyirdilər. 4-cü sualda suala cavab. How can music affect our health? Deyir ki, musiqi bizim sağlamlığımıza necə təsir edə bilər? A. Music can reduce the strength of memory. Deyir ki, musiqi of memory, yaddaşın strength güclənməsini can reduce azalda bilər. Musiqi yaddaşın gücünü azalda bilər. Məncə bu bir ehtimaldır qalsın, çünki yüksək səviyyədə, yüksək səsdə olan musiqi yəni buna qadirdir. Music is able to cause brain injuries. Deyir ki, musiqi beyin xəsarətlərinə səbəb ola bilər. Məsələn, bu da məntiqlidir. Amma burada health deyirsə, bizim sağlamlığımıza deyirsə, təsir edir deyirsə, mən düşünürəm ki, burada müsbət bir şey tapmalıyıq. Sağlamlığımıza təsir edir deyirsə əgər. Music is able to cure kidneys. Deyir ki, musiqi böyrəkləri müalicə edə bilər. Məsələn, burada böyrək demədi məncə. Bu da beynimə batmadı. Music can increase blood pressure. Musiqi qan təzyiqini qaldıra bilər. Belə bir şey demədi. Music is able to reduce stress. Musiqi stressi azalda bilər. Məncə burada cavab Y variantıdır. Musiqi stresi azalda bilər. C-də əlaqəsizdir. Demək, burada deyir ki, musiqi beyin xəsarətlərinə səbəb ola bilər. Yenə deyirəm, burada sağlamlığımıza təsir deyəndə müsbət bir şey nəzərdə tutulur. Mənfi olmaz. Burada deyir ki, musiqi yaddaşın gücünü azalda bilər. Xeyr, sağlamlığımız deyir. Yəni burada ona görə sağlamlığımızsa söhbət burada müsbət bir şey olmalıdır və musiqi stresi azalda bilər. Məncə burada cavab Y variantıdır. 5-ci sualda nə soruşur? 2-ci paragrafdan leksik açılış soruşur. Leksik açılışın to ilə başlaması fe'l qoyacaq deməkdir. To use facts, evidence, etc. to show that something is true. Deyir ki, something bir şeyin true, düzgün, that is olduğunu to show göstərmək. Demək, məsələ özümüzdən artırdıq üçün facts, faktlardan, evidence, sübutlardan, etc. və s. use istifadə etmək. Bir şeyin deməli düzgün olduğunu göstərmək üçün faktlardan, sübutlardan istifadə etmək. Belə bir fe'l axtarıq 2-ci paragrafdan. Baxaq görək söhbət nədən gedir. Burada sanki məncə budur yoldaşlar cavab, amma bu şəkildə yox, məsdər formasında yazacağıq. Məsdər formasında yazanda bunun qabağına bir to artırmalıyıq, məsdər hissəcəyik. Axırda nəyi götürürük? Olur to prove, sübut etmək. Yenə də mən videonu durdurub tam bu paragrafı oxuyacağım. Başqa bir sözün olma ehtimalı yəni ola bilər deyə. 100% budur, amma bir dəfə də baxmaq istəyirəm. Demək, deyir ki, bir şeyin doğru olduğunu göstərmək üçün faktlardan, sübutlardan istifadə etmək, sübut etmək. Məncə provendir yoldaşlar. Davam edək yoldaşlar. Zaten burada to prove, sübut etmək və evidence, sübut sözləri sualın cavabını çox net qoyur ortaya. 6-cı sualda to prohibit fe'linə close meaning, yəni sinonim soruşur. Düzünü deyim, heç sualları ümumiyyətlə görməmişdim. Mətni oxuyanda burada mənim to ban sözünə verdiyim sinonim tamamilə təsadüfi idi yoldaşlar. Burada qarşımıza çıxdı. Zaten cavab to ban fe'lidir. Yəni to ilə başlayır fe'ldir. Biz də to ilə cavab verəcəyik. To ban şəklində yazmalıyıq. Ondan sonra 7-ci sualda ən azı 2 sözü dəyişdir. According to Aristotle, music had positive end. Aristotelə əsasən musiqinin müsbət və 3 nöqtələri var. Bu cümləni biz mətndən tapaq. Deməli, burada birinci abzasdadır. Demək, nəyi dəyişirik? Burada bir dəfə baxmalıyıq bura. Enddən end var burada. Had positive end. Enddən sonra ən azı 2 sözü dəyişmək tələb olunur bizdən. Demək, music had positive end. Enddən sonra negative effects on human health. Yaxşı. Demək, burada effects-i dəyişmək olar nə ilə? Effects təsirləri.
Məncə belə verə bilərik. Burada mənfi cəhətləri ola bilər. Negativ, yəni negativi dəyişib yerinə məncə harmful yazmaq olar. Mənfi, harmful sides yaza bilərik. Harmful, zərərli, sids, sides tərəfləri var. On human health. Məncə bu iki sözü dəyişmək kifayət edir. Çünki mənfi zərərlidir ya da ki influence sözündən də istifadə etmək olar. Bayaqları demişdim o dəyişdiyi. Qaldı bizim essemiz. Bir də essedə nədir soruşur baxaq. Which famous singer are you a fan of? Elə bir deyir ki, siz hansı məşhur müğənninin fanatısınız, azarkeşisiniz. Bu bizim mənim şagirdlərə verdiyim standart qəliblər əsasında yazıla biləcək bir essedir. Essemizə baxaq indi. Deməli, yoldaşlar, 4 cümləlik bir esse yazdıq. Ən az 3 deyir, 4 cümlə yazdıq. 4 cümlədən ibarət Azərbaycancasını yazdım. İndi ingilis dilinə tərcümə eləməyə çalışacağam. Deməli, mənim sevimli müğənnim Xumar Qədimovadır. My favorite singer is Xumar Qədimova. Mənim uşaqlığımdan bəri bu müğənniyə böyük bir rəğbətim var yazmaq istəmişəm, amma deyəsən yaza bilməmişəm. Bunu düzəldək burasını. Deməli, burada mənim var olacaq I have a böyük bir rəğbətim. A great sympathy. I have a great sympathy. Demək, mənim uşaqlığımdan bəri bu müğənniyə böyük bir rəğbətim var. To this singer. Uşaqlığımdan bəri since my childhood. I have a great sympathy to this singer since my childhood. Ondan sonra bundan başqa Furthermore, onun mahnıları demək insanların ruhunu dincəldir. Dincəldir burada verək relax ilə. Relax insanların people's ruhunu da verək spirit. Həm həqiqi, həm də məcazi mənada işlənə bilən bir ifadədir. Spirit sözü ruh deməkdir. Sonra mənim onu sevməyimin səbəbi də budur. Bu da bizim standart mürəkkəb cümləmizdir. This is the reason why I love her. Bu da bizim essemiz. Demək, mənim sevimli müğənnim Xumar Qədimovadır. My favorite singer is Xumar Qədimova. Mənim uşaqlığımdan bəri bu müğənniyə böyük bir rəğbətim var. Burada mənim yazacaq da, burada my yazamırıq, ay yazırıq. Zaten nöqtələrdən sonra demişdim. Have, has, had, need kimi feillər gələndə biz özümüz nöqtəliyə bir yelki artırırıq. I have a great sympathy to this singer since my childhood. Bundan başqa onun mahnıları insanların ruhunu dincəldir. Furthermore, her songs relax people's spirit. Mənim onu sevməyimin səbəbi də budur. This is the reason why I love. Deməli, yoldaşlar, bu bizim ikinci mətnimizin tam izahıdır. Mətn çox da çətin mətn deyildi. Mətni işləyərkən, demək, mətnə aid lazım olsa sinonim, ən çox bilinməyən sözlər, lazım olursa ortada dediyim varsa əgər hansısa bir qayda, bu qaydaları qeydlər şəklində yazıb
mütəmadi oxumaq, mütəmadi təkrarlamaq tövsiyə olunur. Diqqətinizə görə sağ olun.